Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Biz bugün sizlə yeni dərsimiz olan indefinite pronoun, yəni qeyri-müəyyən əvəzliklərini öyrənəcəyik. Qeyri-müəyyən əvəzliklərindən sam və eni haqqında ətraflı məlumatı indi öyrənirik. Hər kəs diqqətlə dərsə qulaq assın. İlk öncə biz bilməliyik ki, sam hansı isimlərdən işlənir, eni hansı isimlərdən işlənir və samdan sonra gələn isimlərin təkdə və yaxud da cəmdə olmağı, sayıla bilən, sayıla bilməyən olmağı, bu haqda ətraflı məlumat almalıyıq. Deməli, ilk öncə samdan başlayaq, daha sonra isə eni haqqında danışarıq. Deməli, samdan sonra uşaqlar, baxın altından işarə eləmişəm. Samdan sonra həm sayıla bilən cəm isim gəlir, həm sayıla bilən cəm isim gəlir, həm də sayıla bilməyən tək isimlərdən işlədilir. Tərcüməsi, bir neçə tərcüməsi var. Bir neçə, bir qədər və bir az mənasındadır. Sam hansı cümlələrdə işlənir? Sam təsdiq cümlələrində işlənir. Yazılıb, there are some birds in the cage. Qəfəsdə bir neçə quş vardır. Uşaqlar, burada samdan sonra gələn ismə baxırıq ki, bird-ün axırına nə artırmışıq? S. Çünki sayıla bilən isim gəldiyinə görə bilir ki, bird sözü sayıla bilən isimdir, quş sözü sayıla bilən isimdir. Ona görə də biz sayıla bilən isimlərin sonuna S artırmağımız şərtdir. There are some birds. Məsələn, necə olsaydı səhv idi? Məsələn, buraya yazılsaydı some bird, yəni biz yalnız bu şəkildə götürsəydik, o zaman yanlış hesab olunardı, çünki cəmlənməyi şərtdir. There is some coffee in the cup. Fincanda biraz kofe vardır. Kofe nə cür isimdir? Sayıla bilməyən isimdir. Samdan sonra yəni həm də sayıla bilməyən isim işləndi. Sayıla bilməyən isim gəldiyinə görə xəbərimiz burada təkdədir. Digərində isə bölüc cəmdə olduğuna görə xəbərimiz cəmdə yazılmalıdır. Eynidən sonra da eyni qaydanı tətbiq edirik. Həm gəlir sayıla bilən cəm isim, həm də gəlir sayıla bilməyən tək isim. Tərcümə necə olur? Heç, heç bir, bir qədər. Baxaq, eni hansı cümlələrdə işlənir? Eni sualda, eni həm də inkarda işlənir. Yuxarıdakından fərqli olaraq, sam hansı cümlələrdə işlənir? Təsdiq cümlələrində, eni hansı cümlələrdə işlənir? Sualda və inkar cümlələrində işlənir. Baxırıq sualımıza. Are there any birds in the cage? Qəfəsdə heç quş var. Is there any coffee in the cup? Fincanda heç kofe var. There is not any coffee in the cup. Fincanda heç kofe yoxdur. Görürsünüz uşaqlar, birinci cümləyə baxırıq. Bu cümlədə sual cümləsi olduğuna görə ar qabağa keçibdir. Eni yazdı. Sual cümləsi samı biz eni ilə əvəz edirik. Sayıla bilən cəm isim gəldi. Növbətisində isə is qabağa keçdi. Any coffee sayıla bilməyən isim gəldi. Daha sonra isə inkar cümləsi olduğuna görə biz coffee-nin qarşısında sam yox, eni yazırıq. Deməli, biz bura qədər nə öyrəndik? Samla eni hər ikisi, yəni həm sam, həm eni, hər ikisi özündən sonra gətirir sayıla bilən cəm və sayıla bilməyən tək isim. Nə səhv çıxacaq? Samdan enidən sonra sayıla bilən ismi təkdə saxlasaq, cavabımız yanlış olacaq. Baxaq növbəti qaydamıza. Növbəti qaydamızda bizə deyir ki, əgər kimdənsə nəsə xahiş olunursa və kimdənsə nəsə təklif ediriksə, bu zaman biz sual cümləsində eni yox, onun yerinə işlədirik sam. Normalda biz öyrəndik ki, sual cümləsində nə işlətməliyik? Eni. Amma əgər o sual cümləsi xahiş və təklif bildirirsə, həmin sual cümlələrində isə mütləq samı işlətməliyik. Can I have some juice? Bir qədər meyvə şirəsi ala bilərəm. Neynədin? Xahiş etdin. Can I have cümləsi xahiş bildirən sual cümləsi. Would you like some honey? Biraz bal istərdinizmi? Burada isə would you like hansı cümlələr deyilir? Təklif bildirən sual cümlələri. Yəni, təklif və xahiş bildirən sual cümlələrində biz eni işlətməliyik, əvəzində nə işlətməliyik? Sam işlətməliyik. Bu tip testlərdə diqqətli olarsınız. Əgər cümlə can I have, would you like cümləsi isə həmin sual cümlələrində eni yox, sam işlədərsiniz. Çünki qaydamız belədir ki, təklif və xahiş bildirən sual cümlələrində samın işlənməyi şərtdir. Keçirik növbəti PDF-imizə. Yəni, əslində həmin PDF-in arxasıdır. Deməli, burada samdan və enidən sonra gələn törəmələrdən danışırıq. Törəmə nədir uşaqlar? Samdan bir də
Some'dan bir də any'dən sonra body, one, think, where sözləri ilə birləşir və törəmələr əmələ gətirir. Somebody, kimsə, anything, nəsə. İndi biz sama və any'yi artırılanları yazacaq, aşağıda yazmışam. Görürsünüz, yaşıl və mavi qutunun içində. Some əvəzliyin törəmələri təsdiqdə işlənir. Niyə? Çünki some özü də təsdiqdə işlənir. Any və any əvəzliyin törəmələri isə inkarda və sualda işlənir. O niyə? Çünki any özü də sualda, inkarda işlənir. Some hansı xüsusiyyətləri daşıyırdısa, any də o xüsusiyyət, some'ın törəmələri də o xüsusiyyət daşıyır. Any də bayaq hansı cümlələrdə işləndiyinə görə təsdiqdə işlənmir. Sualda və inkarda işləndiyinə görə any törəmələri də eyni qayda ilə sualda və inkarda işlənir. Someone'ın mənası kimsə, somebody yenə kimsə. Bir şey var ki, deməli some'da, sorry, bağışlayın bir dəqiqə. Deməli biz some'da nəyə görürük? Some'da, somebody'də, someone'da ikisinin də mənası eynidir. Həm someone, həm somebody. Mənası nə deməkdir? Kimsə. Hər ikisi də canlıya aid olur. Məsələn, deyirəm ki, someone knocked the door. Kimsə qapını döydü. Someone, somebody knocked the door. Kimsə qapını döydü. Someone və somebody'nin məna fərqi yoxdur. Hər ikisinin də mənası kimsə deməkdir və canlıları, insanları əvəz eləyir. Something, nəsə, cansız bir şey əvəz eləyir. Məsələn, deyirəm, I found something. Mən nəsə tapdım. Somewhere, harasa. I want to go somewhere. Mən harasa getmək istəyirəm. Harasa. Yəni, V nələrə artırırsa, bax bu V nələrə artırırsa məkanı bildirir. Sing artırılanda cansızları bildirir. Body ilə one isə canlıları bildirir. Anyone, kimsə, sualda, yəni uşaqlar, sual cümləsindən inkar cümləsi olmağına görə burada törəmələrin mənası dəyişir. Əgər sual cümləsidirsə, o zaman orada anybody'nin mənası kimsədir. İnkar cümləsi isə mənası olur heç kim. Anybody mənası sualda olur kimsə, inkarda olur heç kim. Anything sual cümləsində olur nəsə, inkar cümləsində olur heç nə. Anywhere sual cümləsində olur harasa, inkar cümləsində olur heç yerə. Gəlin aşağıdakı cümlələrdə bir də buna baxaq. There is something in the box. Qutuda nəsə var. Gördünüz, məna nə oldu? Nəsə. Düzdürmü? Something burada nəyi əvəz elədi? Bax, cansızları əvəz elədi. There isn't anything in the box. Qutuda heç nə yoxdur. Bayaq nəsə, indi nə dedim buna? Heç nə yoxdur. I see somebody, someone in the room. Mən otaqda kimisə gördüm. Fərqi yoxdur. Somebody, someone hər ikisi də işlənə bilər və təsdiq cümləsi olduğuna görə some'ın törəməsi işləndi. There isn't anybody, anything in the room. Otaqda heç kim yoxdur və yaxud da otaqda heç nə yoxdur. Anybody, anyone, anything. Yəni, anybody olarkən insanlar, şəxsləri əvəz eləyir. There isn't anybody in the room. Otaqda heç kim yoxdur. There isn't anything. Otaqda heç nə yoxdur.